Son zamanlar blogerlərin təriflədiyi bu fırçanı mən də yoxlamaq istədim və nəhayət ki, bunu aldığım bir yerdə test eləyək. Ən sevdiyim Wet n Wild markasından olan tonal kremlə test eləyəcəm. Qızımın səsinə fikir verməyin xahiş edirəm. Çizgi filminə baxır. Mən əslində daha çox süngərlə tonal kremi tətbiq etməyi sevirəm, amma o qədər təriflədilər ki, dedim mən də yoxlayım. Fırça ilə ümumiyyətlə tonal krem daha qalın tətbiq olunur. Amma daha çox tonal krema qənaət eləmiş olursunuz. Çünki süngərdən istifadə edəndə yeyilir tonal krem, amma belə yeyilmir. Gərək biraz az çəkərdim. Mən süngərə öyrəşmişəm deyə. Eybi yoxdur, bunu indi yayarıq. Siz fırça ilə tətbiq edirsiniz tonal kremi, yoxsa süngərdən şərhlərdə mütləq yazın, mənə maraqlıdır. Qaşların ətrafında çox rahatdır çəkmək. Üstündən təmiz süngərlə keçəcəm. Bu arada mənə abunə olsaz çox böyük dəstək olarsınız. Mən tez-tez gözəlliyi, baxım haqqında cürbəcür videolar çəkirəm. İstifadə etdiyim tonal krem əslində o qədər də örtücü deyil, amma fırça ilə daha örtücü effekt alınır. Amma bundansa siz sadəcə daha örtücü tonal krem əldə edib süngərlə də çəkə bilərsiniz, əgər sizə belə rahatdırsa. Çünki fırça, sonra süngər o biraz vaxt aparır. Yenə də seçim sizindir. Pis fırça deyil. Gördüyünüz kimi ağzımın ətrafında, qaşlarımın üstündə çox rahat idi tətbiq etmək, amma yenə də bunu süngərlə də etmək olar belə formada olanda.